Avtomobil almaq istəyənlər ekrana yaxın əyləşin. Tural Avtoservis 023-ün rəhbəri Tural Ustadan şok etiraflar gələcək. Mağazi Plus verilişində hər birinizi xoş gördük. Bugün avtomobillər, qiymət dəyişimi, qiymət artımı, avtomobil bazarında nələr baş verir? Bəzi avtomobillər dəyərini, qiymətini verir, bəzi avtomobillər isə reallıqda tam fərqlidir. Əlbəttə, bütün bu mövzular ətrafında Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə ekspert Tural Usta ilə danışacaq. Mövzumuz günün avtomobilləri, seçim və hazırda olan reallıq, əlbəttə ki, keyfiyyət. Tural Usta, xoş gördük sizi. Bugün bazarda olan avtomobillər əvvəlki illərlə müqayisədə avtomobillərdə nə dəyişib? Bugünkü gündə Azərbaycan bazarında yox, ümumi dünya bazarında deyərəm ki, artıq avtomobillərin böyük bir rol oynayan Çin avtomobilləridir. Bəli, və Azərbaycan biz öz bazarımızdan danışsaq, ikinci əl köhnə nəsil olan avtomobillər və daha üçüncü nəsil olan avtomobillər var ki, onların qiymətləri ölüb aşağıdır qiymət baxımından və yeni olacaq son 2025-2026 model olan avtomobillər artıq birinci yerdədir. Həm qiymət baxımından, həm keyfiyyət baxımından, həm komfort baxımından. İkinci əl maşın alanda ən çox edilən səhv, yanlış nədir? Tanınmış bir servislərə, mükəmməl işini peşəkar bacaran ustalara müraciət eləmədiyini şəkildə avtomobil alırsınızsa, avtomobildə əlbəttə ki, uduzacaqsınız. Bugün elə bir hadisə baş verib, səhərsiz efirə gəlməmişdən öncə. Bir rayonumuzdan bizə yaxınlaşan olub, Xırdalandan avtomobil alıblar. Salon sahibi tərəfindən öz ustasının yanına göndərilib ki, gedin siz maşını yoxlatdırın. Deməli, salon sahibi, avtomobilçi kim satırsa ki, biz burada avtomobil satırıq müştərilərə və göndərdiyi usta kimin yanına göndəribsə, o usta ilə əlbirdirlər. Göndərib ora avtomobil yoxlanılıb, deyilib ki, heç bir problem yoxdur, sürün. 1-2 gündən sonra gələrsiniz, yenidən təkrar baxış keçirilərik. 1-2 gündən sonra yenə də olaraq avtomobildə hər hansı bir problem yaranıb, bizim servisimizə müraciət olunub və maşın sahibi deyir ki, indi zəng vurur ki, qardaş, maşında problem çıxdı, 2 gün sürdüm. Maşın satan deyir ki, mən sənə demişdim, apardım ustaya, yoxlatdım. Bizdə burada artıq bir problem yoxdur. Kimcə hansı usta servis yoxlayıbsa, o da deyir ki, gec gəlmişdin, mən demişdim ki, 2 gün yox, 2 saat sür və yaxud 1 gün sür. Artıq bir-birlərini üstünə atırlar, aldanmış yenə də burada maşın kim alıcı olur. Ciddi problemlər olur, 1500 manata qədər ziyan dəyib. Hal-hazırda bu dəqiqə servisimizə xidmət göstərilir. Servisə bu günləri, mən bilirəm ki, Tural Avtoservis 023 bu günləri ölkəyə tanınan, sevilən mərkəzlərdən biridir. Ona görə ki, orada peşəkarlar, sizin kimi peşəkarın rəhbərliyi ilə elə peşəkarlar çalışırlar. Servisə bu gün hansı narahatlıqlarla, avtomobildə olan hansı problemlərlə bağlı müraciətlər olunur? Servisimizdə ən çox və daha çox bu yağışlı havada Azərbaycanda yaranmış hava şəraiti ilə bağlı, gözlənilməz şəraitlə bağlı olaraq yaranan problemlərdən sonra Çin avtomobillərinin böyük bir axınışı oldur, deyərəm ki, sizə. Və onun da ki, olmaz səbəbi o idi ki, avtomobillər yeni olaraq Azərbaycana daşınmaya başlamışdır. Müştərilərin, avtomobil sahiblərinin düzgün şəkildə avtomobili xidmət göstərməməyə, riayət eləməməyindən irəli gəlmişdir. Ümumiyyətlə, avtomobilə gündəlik, həftəlik, aylıq necə düzgün qulluq olunmalıdır? Avtomobilə həftəlik, günlük, aylıq yox. Mən deyərdim ki, probegə əsasən olaraq verilmiş probeglə avtomobilə düzgün qulluq olunmalıdır. Misal üçün, avtomobil sahibləri var ki, avtomobilin adi yağ dəyişilməyini zaman elə zənn edirlər ki, mən o yağı 5000, 10000 kilometr verilmiş müəyyən bir probegdə sürməmişəm, onu illərlə orada saxlaya bilərəm. Xeyr, artıq o qutundan açıldısa, onun 6 ay saxlama istismar müddəti var. Ağız açıldısa, artıq 6 aydan sonra o dəyişilməlidir. Amma bəzi insanlar